Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə hər kəsin evində tapıla biləcəyi ərzaqlarla çox ləzzətli, yumuşaq və bərəkətli qatıqlı piroq resepti paylaşacağam. Əminəm ki, dəfələrlə hazırlamaq istədiyiniz bir resept olacaq. Keçək hazırlamasına. Yoğurma qabına 3 otaq temperaturunda yumurta əlavə edib, üzərinə 1 stəkan şəkər tozu və 1 paket vanil əlavə edib çırpıcı ilə yaxşı qarışdırıram. Mikserdən də istifadə edə bilərsiniz. Mikseri olmayanlar üçün və ya mikseri bulamaq istəməyənlər üçün mən çırpıcı ilə göstərdim. Çox qarışdırmağa ehtiyac yoxdur. Yumurta və şəkər tozu biraz köpürəndən sonra üzərinə 1 stəkan qatıq, 1 stəkan duru yağ, 1 çimdik duz və qatığın üzərinə 1 sivrim çay qaşığı çay sodası əlavə edib çırpıcı ilə təkrar 1-2 dəqiqə qarışdırdım. Artıq üzərinə quru ərzaqları tökəcəm. Kütlənin üzərinə 4 stəkan ələnmiş un, unun da üzərinə 1 dolu çay qaşığı qabartma tozu əlavə edib spatula ilə qarışdıracağam. Kütlənin içində un tamamilə həll olmalıdır. Əlimi xəmirə vurmuram, yəni bir qədər sıyıq bir xəmir əldə olunacaq, amma keks xəmirindən daha qatı formada olmalıdır. Xəmirin formasını göstərim. Bu şəkildə axıntısı çox olmayan qatı bir xəmir əldə olunmalıdır. Xəmiri hələlik kənara qoyub soba listini hazırlayacağam. Soba listinin üzərinə əvvəlcə duru yağ çəkib, daha sonra yağlı kağızı da üstünə yerləşdirdim. Bunu həm yağlı kağız tərpənməməsi üçün, həm də xəmirin daha rahat çıxması üçün edirəm. Üzərinə xəmirin hamısını əlavə edib spatula ilə hər tərəfinə yaydım. Əgər xəmir spatulaya yapışsa, spatulanı ara bir duru yağa bulayıb, üzərini bu şəkildə hamarlaya bilərsiniz. Hər tərəfini eyni bərabər səviyyəyə gətirib əvvəlcədən qızdırdığım 180 dərəcəli sobada alt-üst rejimdə üzəri bu şəkildə qızarana qədər bişirdim. Bişmə vaxtı sobanıza görə dəyişə bilər. Piroqun üzərinə ovuntu etmək üçün kənarlarından təxminən 1 sm qalınlığında kəsib, tən ortadan 2 eyni bərabər hissəyə böldüm. Böləndə xətt keşdən istifadə etdim. Yumuşaqlığına baxın, gördüyünüz kimi çox yumuşaq görünür. Piroqun kənarındakı artıq qırıntıları əlavə bir qaba qoyub, böldüyüm piroqun bir hissəsini servis edəcəyim qaba qoydum və üzərinə bişmiş qatılaşdırılmış süd çəkəcəm. Əvəzində istədiyiniz cemdən də istifadə edə bilərsiniz. Hər formada çox gözəl dadı olur. Bir qatına zövqə görə bişmiş qatılaşdırılmış süd çəkib, digər qatını üzərinə yerləşdirib, eyni qaydada onun da üzərinə çəkirəm. Hətta siz bunu krem ilə də əvəz edə bilərsiniz. Üzərini səliqəyə salandan sonra kənarından çıxartdığım artıq hissələri ovuntu halına gətirib üstünə səpdim. Yaxşı olar ki, otaq temperaturunda 2-3 saat ərzində dincəldəsiniz, daha sonra kəsərək servis edə bilərsiniz. Hətta daha çox dincəlsəniz bir o qədər də yumuşaq alınacaq. Dəyərli dostlar, videonu bura qədər izlərsəniz, rəylər bölməsində izlədim və ya piroq kimi qısa da olsa kiçik rəylərinizi əsirgəməyin. Sizin rəyləriniz mənim üçün çox önəmlidir, çünki videonun önə çıxması üçün rəylərinizə ehtiyacım var. Bu arada kanalıma abunə deyilsinizsə abunə olmağı, bəyəndinizsə bəyən düyməsini basıb zınqrov işarəsini açmağı da unutmayın. Piroq isə çox yumuşaq və ləzzətli görünür. Qeyd edim ki, gec bayatlayır. Əlimin altındakı ərzaqlarla olduğu üçün tez-tez hazırlayıram və heç bir zamanda pis nəticə əldə etməmişəm. Mütləq siz də hazırlayın, əminəm ki, çox bəyənəcəksiniz. Nəticəni də mənimlə rəylər bölməsində paylaşmağı unutmayın ki, başqa hazırlamaq istəyənlərə motivasiya olsun. Bu qədər dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, Allaha əmanət olun.